Kəndlinin əkin sahəsindən tapdığı dəfinə hərracda 3 milyon dollara satıldı. Bu inanılmaz, lakin gerçək hadisə 3 il əvvəl ABŞ-nin Kentucky ştatında baş verib. Yerli fermer günün sonuna doğru əkin sahəsində şumlama işlərini yekunlaşdırmaq üzrə idi. Batmaqda olan günəşin şüaları birdən torpaqda nə isə işıldadır. Sarımtıl dairəvi formalı bir şeydir. Əyilib əlinə götürür və üzərindəki qurumuş palçığı təmizləyir. Tapdığının qızıl 50 sent olduğunun fərqinə varır. Kəndli həmin sikkəni cibinə qoyub sevincək evə qayıdırdı ki, qabağına daha bir sikkə çıxır. Sonra daha biri. Bir-iki addım atır, başqa biri də işıldayır. Sonra bir başqası. Bu minvalla artıq xeyli qızıl sikkə toplayır. Həyəcandan dəli olacağam bu dəqiqə. Qazdıqca təzələri də çıxır. 2, 3, 4, 5, 6, əlavə 6-sını da tapdım. O bəxtəvər təxminən 45 dəqiqə ərzində 700-ə yaxın sikkə tapmışdı. Hamısı da 1840-1860-cı illərdə zərb olunmuş qızıl sikkələr idi. Bu tapıntı ilə bağlı tanınmış numizmat və diler Jeff Garrettə müraciət edir. Garrett özü də mat-məəttəl qalır. Sikkələrin əksəriyyəti el dilində Hindu şahzadəsi kimi tanınan qızıl dollarlardan ibarət idi. Amma aralarında 10-20 dollarla qızıl sikkələr də var idi. Onları Amerikalılar qızıl qartal və ikili qartal adlandırırlar. Sonuncunun Liberty 20 dollarının sayı isə 8 olur. Liberty 20 dollarları, Double Eagle-lar çox nadir sikkələr sayılır. 1863-cü ildə zərb olunmuş bu qızıl sikkələrdən ümumilikdə vur-tut 150 min ədəd buraxılıb. Onların əksəriyyətli insanlar investisiya kimi alıb evdə saxladıqlarından bu sikkələr demək olar ki, dövriyyə üzü görməyiblər. Günü bugün Liberty 20 dolları kolleksiyaçılar arasında ən arzu olunan sikkələrdən sayılır. İnsanlar bu tapıntıya Böyük Kentucky dəfinəsi adını qoyurlar. Bəziləri iddia edirlər ki, bu dəfinəni torpağın öncəki sahibi banklara etibar etmədiyi üçün yerə basdırıb. Amma o faktı yaddan çıxarmaq olmaz ki, 1860-cı illərdə Amerikada vətəndaş müharibəsinin qızğın çağları gedirdi. Kentucky özünü neytral ştat elan etsə də, Konfederasiya və İttifaq qüvvələri arasında gedən qızğın döyüşlər bu ştatdan da yan keçməmişdi. Həmin bölgədə hərbçilər döyüşlərdən sonra böyük talanlar edirdilər. Ola bilsin, qızılların sahibi mülkünü itirməmək üçün onları bastırmağa qərar verir. Amma bir başqaları qızılların məsələ talançıların özü tərəfindən bastırıldığını iddia edir. Xüsusilə bu dəfinəni tarixdə heç də yaxşı ad çıxarmamış Konfederasiya generalı John Hunt Morganla əlaqələndirirlər. Amma nə də olsa artıq həmin sikkələr onu tapan fermerə məxsus idi. Məlum olur ki, bu sikkələrin ümumi dəyəri onun tərkibindəki qızılın ərinti dəyərindən dəfələrlə çoxdur. Üzərindəki nominal qiymətə görə 200 min dollar edirdisə, hərraca çıxandan sonra o, bu sikkələrin satışından ümumilikdə 3 milyon dollardan çox vəsait əldə edir. Videonu bəyənməyi unutmayın.